Bir daha sabahınız xeyir, hörmətli tamaşaçılar. Bugündən etibarən Birləşmiş Ştatlar Hörmüz boğazı ətrafında azadlıq layihəsinə başlayır. Söhbət Donald Trump'ın açıqlamasına görə yaxın şərqdə yaranan gərginlik fonunda bu münaqişəyə aidiyyatı olmayan ölkələrə məxsus gəmilərin Hörmüz boğazında ilişib qalmasından gedir. Bununla bağlı Donald Trump Truth Social hesabında məlumat paylaşıb bir neçə saat bundan öncə və bildirib ki, məhz tankerlərin məxsus olduğu ölkələr Donald Trump'a müraciət eləyərək kömək istəyib Ağ Ev rəhbərindən və bu səbəbdən Donald Trump yeni layihənin həyata keçirilməsini qərara alıb və qərarın məqsədi Hörmüz boğazında ilişib qalan gəmilərin, o cümlədən həmin gəmilərin ekipajın təhlükəsiz şəkildə bölgədən çıxarılmasıdır. Məsələyə İran tərəfindən hələ ki biz rəsmi məlumata rast gəlməmişik, amma yəqin ki yaxın saatlar ərzində rəsmi Tehrandan da bununla bağlı bir açıqlama gələcək. Amma qeyd eləmək lazımdır ki, Birləşmiş Ştatlardan artıq əməliyyatın nə dərəcədə böyük olduğunu açıqlayan bir məlumatlar da yayılıb. ABŞ-nin mərkəzi komandanlığı qeyd edib ki, Birləşmiş Ştatlar bu əməliyyatın, yəni azadlıq layihəsinin həyata keçirilməsi üçün bu əməliyyatda 15 min hərbçini, eyni zamanda pilotsuz uçuş aparatı platformaları və 100-dən çox təyyarəni cəlb eləmək istəyir ki, bu da təbii ki, əgər əməliyyat yaxın saatlarda başlasa, yaxın günlərdə başlasa, Hörmüz boğazı ətrafında, yaxın şərqdə yeni hərbi və geniş miqyaslı əməliyyatın başladığına bizə işarə edəcək. Təbii ki, bütün bu proseslər fonunda diplomatik müstəvidə fikir ayrılıqları hələ də qalır. Baxmayaraq ki, birbaşa təmasların şahidi olmuruq biz bu müddət ərzində. Fonda, pərdə arxasında hələ də mesaj mübadiləsi, danışıqlar baş tutur vasitəçilərin köməyi ilə. Məhz Pakistanın rolunu burada vurğulamaq istəyirəm. Mən Abbas Araqçının məsələ ilə bağlı bəzi şərhi olub son təkliflər fonunda. Abbas Araqçı qeyd edib ki, sülh planı nüvə məsələlərini əhatə etmir. Qeyd edib ki, baş diplomat hazırda İran tərəfi 14 maddəli planı Birləşmiş Ştatlara təklif eləyib və bu planın əsas məqsədi məhz müharibəni sonlandırmaqdır. İlkin növbədə uzun müddətli atəşkəsə nail olmaqdır. Əgər Abbas Araqçının biz bu açıqlamasına inansaq, bu o deməkdir ki, Qərb mediasının bir müddət öncə İranın nüvə proqramını danışıqların gündəliyinə daxil etməsi ilə bağlı məlumatları yalandır. Abbas Araqçı bu məlumatla həmin media resurslarının yaydığı informasiyanı təqzib elədi. Digər tərəfdən Fars agentliyinin məlumatına görə Tehran ABŞ-nin əsas təkliflərini də rədd eləyib. Söhbət burada nüvə proqramının, nüvə zənginləşdirilmə prosesinin 15 il müddətinə dayandırılması, eyni zamanda danışıqların davam etdiyi müddətdə Hörmüz boğazının açılması məsələsindən gedir. Hazırda İranda bu məsələ ilə bağlı narazılıq var, razı deyirlər və İran öz növbəsində 9 maddəli yeni danışıqlar paketi, sülh paketi təklif edib Vaşinqtona və Fars agentliyinin məlumatına görə bu yeni paket Vaşinqtonun əsas tələblərini əhatə etmir. Paralel olaraq İrandan Birləşmiş Ştatlara, xüsusilə Donald Trump'a yeni xəbərdarlıqlar edilir, təhdidlər yağdırılır, necə deyərlər. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti belə bir açıqlamayla çıxış edib və bildirib ki, Hörmüz boğazı dünyanın həyatı arteriyası rolunu daşıyır. Çünki bir sıra mallar buradan keçir, istər gübrə vasitələri, istər enerji daşıyıcıları buradan keçir və vilayətinin sözlərinə görə Donald Trump Hörmüz boğazının həyatı əhəmiyyətini başa düşmür. Hətta belə maraqlı bir açıqlama verib və bildirib ki, cənab Trump siyasət dünyası Jack Sərçə filmləri üçün məkan deyil. Burada Karib dənizinin quldurları filminə ilham eləyir və orada baş rolda bilirsiniz Johnny Depp çəkilir Jack Sərçə rolunda və onu müqayisə eləyib bir növ. Bu da əbəs yerə deyil. Hörmüz boğazındakı vəziyyətlə bağlı İran rəsmiləri məhz Birləşmiş Ştatların bu addımlarını, yəni Hörmüz boğazının blokadasını quldurluq aktı kimi qiymətləndirirlər. Bununla bağlı bir sıra açıqlamaları var. Elə filmi də yəqin ki, vilayəti ona görə nümunə gətirib. Baxmayaraq ki, fonda danışıqlar gedir, pərdə arxasında mesaj mübadiləsi gedir. Görünən odur ki, Birləşmiş Ştatların bəzi planları da var. Rəsmi şəkildə bu məlumatlar açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə The War Zone nəşri məlumat yayıb ki, Birləşmiş Ştatlar bunker əleyhinə yeni raketlər
hazırlamağa başlayıb bir müddətdir ki və xüsusilə qeyd edilir ki, yeni layihə çərçivəsində, NDS-A adlı layihə çərçivəsində yeni raketlər möhkəmləndirilmiş bunkerlərə və yerin altında olan komanda mərkəzlərinə qarşı yönəlir. Bu da yəqin ki, əbəs yerə deyil, çünki biz istər ötən il yay aylarında baş verən qısa müddətli 10-12 günlük müharibə zamanı, istərsə də son aylarda baş verən münaqişə zamanı müşahidə eləmişik ki, Birləşmiş Ştatlar İranın yerüstü bir sıra hədəflərini zərərsizləşdirməyə nail olsa da, yerin altında yayılan məlumatlara görə bunkerlərdə yerləşən raket proqramına aid bəzi silahları, eyni zamanda nüvə proqramına aid bəzi müəssisələri sıradan çıxara bilmədi. Yəqin ki, elə bu proses də ona yönəlib ki, əgər yaxın gələcəkdə yeni münaqişə başlayarsa, danışıqlar uğursuz olarsa, məhz yeni əməliyyatlar fonunda bu raketlərdən istifadə olunsun. Paralel olaraq vurğulamaq lazımdır ki, bütün bu gərginlik fonunda enerji üzərində, enerji qiymətləri üzərində təzyiq hələ də davam etməkdədir. Dünyanın aparıcı enerji şirkətlərindən biri olan ExxonMobil'in rəhbəri Darren Woods bildirib ki, yaxın şərqdəki müharibə səbəbindən enerji qiymətləri bundan sonra da artmağa davam edəcək və direktor qeyd edib ki, əgər bugün belə açılsa Hörmüz boğazı, blokada aradan qaldırılsa belə, tədarük zəncirinin bərpası üçün minimum 1-2 ay vaxt lazımdır və maraqlı məsələ ondan ibarətdir ki, Darren Woods bildirir ki, məhz enerji bazarı indiki böhrandan hələ tam təsirlənməyib, təsirlər hələ yaxın günlərdə öz sözünü deyəcək. Paralel olaraq elə Birləşmiş Ştatlardan danışmışkən mən qeyd eləmək istəyirəm ki, Birləşmiş Ştatların İranla yanaşı son həftələr ərzində Avropa ölkələri ilə də münasibətləri kifayət qədər korlanıb, necə deyərlər. Amma bu məsələyə keçməmişdən öncə qeyd eləmək istəyirəm ki, Birləşmiş Ştatların və Afrikadakı müttəfiqlərinin birlikdə keçirdiyi təlimlər fonunda Mərakeşdə Birləşmiş Ştatların 2 hərbçisi yoxa çıxıb, hazırda tapa bilmirlər onları. Mərakeş rəsmilərinin bildirdiyinə görə hər hansısa terror hadisəsindən söhbət gedə bilməz, onların qaçılmasından söhbət gedə bilməz. Amma hələ ki, axtarışlar davam eləyir və istər Birləşmiş Ştatlar hərbçiləri, istərsə də Mərakeşin hüquq mühafizə orqanları axtarışlar prosesinə cəlb olunub. Avropa ölkələrindən söz açdım az öncə. Bir neçə gün bundan öncə Birləşmiş Ştatların müharibə naziri Donald Trump'ın istəyi üzərinə Pete Hegsethdən gedir söhbət. Almaniyada yerləşən hərbi kontingentin bir hissəsini, 5000 ABŞ hərbçisini geri çağırmaqla bağlı qərar qəbul eləyib. Bu da bəzi analitiklər, hətta Donald Trump'ın açıqlamalarına inansaq, Donald Trump və Friedrich Merz arasında olan çəkişmənin nəticəsində baş verən bir hadisədir. Bu proseslə paralel olaraq Birləşmiş Ştatlar Almaniyada yerləşdirilməli olan Tomahawk raketlərinə, eyni zamanda uzaq mənzilli silahların yerləşdirilməsinə dair qərarını ləğv eləyə bilər. Mən vurğulamaq istəyirəm ki, Joe Biden dövründə bu qərar qəbul edilmişdi ki, 2027-ci ilə qədər Birləşmiş Ştatların uzaq mənzilli raketləri və silahları Almaniyada yerləşdirilsin. Amma Almaniya və Birləşmiş Ştatlar arasında yaşanan bu gərginlik fonunda böyük ehtimal ki, medianın yaydığı məlumata görə Birləşmiş Ştatlar bu qərarından da vaz keçəcək. Amma təbii ki, Mersin də bu məsələyə münasibəti maraqlıdır. Almaniya kansleri qeyd edib ki, bu proses əslində çoxdan da müzakirə olunur. Söhbət 5000 hərbçinin Almaniyadan çıxarılması məsələsindən gedir və Merz özünü sığortalamaq üçün bir növ qeyd eləyir ki, bu proses hələ Joe Biden dövründə müzakirə olunurdu və 5000 hərbçinin Birləşmiş Ştatlara geri qaytarılması heç də Birləşmiş Ştatların NATO öhdəliklərinə təsir etməyəcək. Nəyə görə mən vurğuladım ki, Merz özünü bir növ sığortalayır? Çünki Merzin ölkə daxilində, daxili siyasətdə vəziyyəti o qədər ürək açan deyil. Ən azından sorğular bizə bunu deməyə əsas verir. İNSA İnstitutunun araşdırmasına görə respondentlərin təxminən 1000-dən çox respondentdən sorğu götürüblər və bu sorğuların nəticələrinə əsasən 70%-dən çox respondent
kansler Friedrich Merzin fəaliyyətindən narazıdır. Yalnız 19% Merzi dəstəkləyir, 71% isə onun işindən narazıdır. Ümumi Almaniya hökumətinin indiki işindən biz söz açsaq, qeyd eləyə bilərik ki, sorğuda iştirak edənlərin 76%-i Almaniya hökumətinin fəaliyyətindən narazıdır indiki məqamda. Avropadan danışdıq. Avropanın şərqindən də düşünürəm ki, danışmaq lazımdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsinə diqqət çəkmək istəyirəm indiki məqamda və qeyd olunur ki, Rusiya son aylar ərzində Ukraynada vaxta qədər işğal etdiyi ərazilərinin bir hissəsini itirib. Deməli, ABŞ-nin müharibənin öyrənilməsi institutu məlumat yayıb bundan bağlı və söhbət nədən gedir? 2026-cı ilin aprelində Rusiya qoşunları Ukraynada təxminən 116 kvadrat kilometr ərazi itirilib və qeyd olunur ki, 2024-cü ilin avqustundan sonra İlk dəfə olaraq belə bir hadisə baş verir və nəzarətdə saxladığı əraziləri itirir Rusiya. Xüsusilə vurğulanır ki, Reuters agentliyi yazır ki, Rusiya qüvvələri Donetsk vilayətində Konstantinovka istiqamətində irəliləməyə çalışır indiki məqamda və bu istiqamətdə hazırda gərgin döyüşlər davam etməkdədir. Elə Rusiyadan danışmışkən düşünürəm ki, Rusiyanın yaxın keçmişdə ən azından yaxın müttəfiqi hesab olunan Ermənistana da göz atmaq yerinə düşər və bu dəfə bilirsiniz ki, yaxın aylarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistan bir neçə ay bundan öncə Avropadan yardım istəmişdi seçkilərin keçirilməsi ilə bağlı, dezinformasiyalardan, müxtəlif kampaniyalardan qorunmaq üçün kömək istəmişdi. Bu dəfə Kanadadan kömək təklifi gəlib. Deməli, Kanadanın baş naziri Mark Carney Ermənistana səfər eləyib və bildirib ki, Ermənistana seçkilərin keçirilməsinə kömək edəcək.